Hər kəsi salamlayıram. Sözüm buradan o bayrağı arxasına qoyub, sərib dilənən nədir? Bu nə hərəkətdir? Cənab Prezidentimiz o bayrağı yüksəklərə qaldırtdırmayıb ki, şəhidlərimizin qanı bahasına, qazilərimizin əziyyətindən ki, siz onu arxamıza qoyub bütün dünyaya biabır eləyəsiniz ki, biz burada paprasaykalıq eləyirik. Hansı xarici ölkədə, harada görmüsünüz ki, bayraqlarını qoyub orada dilənirlər də? Niyə biabır eləyirsiniz ki? Bizi necə tanıtdırıb Cənab Prezidentimiz, bizi necə hörmətlə tanıyırlarsa, qoy elə də qalaq da, bəstirin də, pis əməllərinizi yığışdırın da, gedin işləyin də, sağlamsızsa işləyin də, eləsi var zəhmətkeşdir, səhər heç ağrıyır da, səsini çıxartmır. Amma siz turp kimisiniz, bu nə hərəkətdir yəni? Çox əsəbləşirəm, o bayrağı ora sərib başlayırlar dilənməyə. Ha yerə sərdin, üstünə qəpik attırdın, ha burada göstərib üstünə pul, gül, mül attırdın. Heç bir fərqi yoxdur. Yığışdırın o bayraqları oradan.